Məsələn, bugün bəlkə də səsi olmayıb, amma gündəmi də ələ almağı bacaran ifaçılarımız da var. Hərdən deyir ya ki, estrada səhnəsi doludur, estrada ifaçıları doludur. İnanın ki, bugün xanəndələrimizin də sayı az deyil. Əslində xanəndələrimiz daha çoxdur bəlkə də. Olsun. Çünki kənarda biz gedirik, elə olur ki, Zümrüd xanım el şənliklərində Zakir müəllim bizdən daha yaxşı bilir təbii ki. Bilirsiniz, biz gedirik, baxıram, mən deyirəm ki, o kimdə oxuyan, deyirlər ki, xanəndədir, amma ki, yəni çıxmayıb heç bir müsabiqəyə getmir filan. Mən o qədər məhtərədə, o qədər gözəl səsi olur ki, az qala elə özümüz götürək gətirək ki, sən Allah gəl, səndə çıx. Buralarda ol, yəni. Deyir ki, estrada oxuyanlar çox, o estrada janrı deyil. Sadəcə oxuyurlar da mahnı. Mahnı janrı da deyil, mahnı janrı böyük bir janrdır. Çox böyük bir janrdır və çox çətin bir janrdır. Yəni elə mahnılarımız var ki, bəlkə də bir dəstgahdan çox çətindir. O cür əsərlərimiz var bizim. Böyük cümlə. Zakir müəllim əlbəttə deyil. O əlbəttə ki, estrada janrı deyil. Yox, onu demir. Deyir ki, yəni hər estrada oxuyan o mahnılar estradaya aid mahnılar deyil. O mənada deyil. Yəni estrada janrı, bilirsiniz biz deyirik. O janrda çox böyük janrdır. Əlbəttə ki, bizim estrada ifaçılarımız var, çox gözəl. Amma yəni indi olan biz də oxuyuruq elə mahnılar, yəni zamanın nəbzinə uyğun oxuyuruq. Amma onu da seçib oxuyuruq. Bəlkə Gülzar oxudu. Məsəl üçün, indi mən oxuyacağım birazdan imkan olsa. Biz də yəni onu seçirik, dinləyirik, baxırıq ki, burada hər şey səliqəlidirmi, hər şey öz bir-birini tamamlayırmı, ahəng varmı, tamaşaçının zövqünü körlayarmı, körlamazmı, biz ona diqqət edirik. Bir də sizin adınıza da xələl gəlmək mövzusu da var, yəni hər mahnını ifa edə bilmirsiniz. Misal üçün, Sədəf, ilk dəfə mən səhv etmirəmsə, Aşıq havalarını, Aşıq musiqisini elə Sədəfdə eşitmişdim. Xatırlayırsansa, efirdə də onu ifa etdin. Yəni, biz gözləmirik belə bir şey. Amma özünə yaraşdırır, özünü oxuyur, çox da gözəl alınır. Və yeni tərzdə sevirəm ki, məsələn, yeni bir aranjmanla, yeni bir nəfəs verərək, müasirlik öz yerində, amma yəni milliliyin də qorumaq şərti ilə yeni nəfəs verib ifa eləyim. Amma məsələn, axtarıram da ki, işlənməmiş aşıq musiqilərimiz varsa, onu yeni aranjmanda təqdim edim. Amma çox mahnılar elə tapmışam. Yəni, yaxşı, musiqi seçimində nə olsa onu qəbul etməzsiniz. Yəni, bax, filan şey olsa mən onu qəbul etmərəm. Bəzi sözlərə çox vaxt fikir verirəm. Deyəcəm indi bilməsin. Elə olur ki, sözlərdə, məsələn, bir mahnı mənə yollamışlar, demişlər ki, Gülnar, sən bunu ifa eləsən, bir gecə ilə bütün Azərbaycanda, yəni bu çaxnaşma olacaq, hər yana yayılacaq, trend olacaq, belə olacaq, onda hələ trend var idi, trend söhbətləri vardı. Mən dedim ki, yollayın qulaq olsun, onlar nə gözəl olsun da. Yəni, mahnının sözlərini dinlədim, sən gəldin, məni qoydun, getdin, mən başqasını tapdım, başqasını sevdim, sonra onu da buraxdım, belə-belə sözlər. Yəni, mən bunlara çox fikir verirəm. Yəni, mənim janrıma da uyğun gəlmir. Janrım, bəlkə də, bilirsiniz necə, bəlkə də insanın, sənətçinin səsi olan bir ifaçının janr seçməyi də onun xarakteri ilə də bəlkə də bağlı olur. 50-50. O ağırlıq da elə ona görədir. Əlbəttə, təbii ki, biz də deyirik, gülürük, biz də kənarda da gözəl söhbətlər eləyirik, nə bilim, görüşürük, danışırıq. İndi biraz efirdə təbii ki, hər şey çərçivədə olmalıdır. Amma mən ən çox ilk növbədə, təbii ki, melodik quruluşa fikir veririk, bu təbii məsələdir, amma ən çox sözlərə fikir verirəm ki, mənim janrıma, mənim öz xarakterimə, iç dünyama uyğun sözlər olsun. Yəni, oxumadım mən o ifanı. Oxumadın. Başqası oxudu mu? Kimsə oxudu, gündəm oldu. Oxudular, bəli. Sən Allah, gündəm oldu. Oldu.